Sürətli və səmərəli SQL queryləri yazmaq istəyirsiniz? Təbii ki, istəyirsiniz. Bilirsiniz, hər şey əslində təməl, yəni təmiz bir table dizaynından başlayır. Bugünkü izahımızda Data Model Design mövzusuna dalırıq. Xüsusən də hər kəsin diqqət etməli olduğu o 4-cü qızıl qaydaya nəzər salacağıq. Yəni, hər kolumda yalnız və yalnız bir xüsusiyyət saxlamaq. Yaxşı, gəlin görək bu nə deməkdir. Qaydamız əslində çox sadə, amma inanın mənə, bir o qədər də kritikdir. 4-cü maddəmiz bizə deyir ki, hər bir kolum mütləq şəkildə atomik məlumat saxlamalıdır. Atomik yəni bölünməz. Başqa sözlə desək, hər bir kolum daxilində yalnız bir növ məlumat, sadəcə tək bir xüsusiyyət olmalıdır. Ora-bura qarışdırmaq yoxdur. İndi isə gəlin real bir nümunəyə baxaq. Ekranda gördüyünüz bu authors table-ına diqqət yetirin. Faciəni görürsünüz, ad və soyadlar, ondan da pisi, tam ünvanlar fəlakətli bir şəkildə tək kolumlar daxilində sıxışdırılıb. Xüsusilə o author address hissəsinə baxın. Küçə, şəhər, poçt indeksi, ştat hamısı eyni yerə bir torbaya yığılmış kimi doldurulub. Bəlkə düşünürsünüz ki, nə olar ki, onsuz da məlumat oradadır da. Xeyr, əslində tərtibatçılar üçün bu tam bir kabusdur. Niyə? Təsəvvür edin, bir müəllifi ancaq soyadına görə axtarmaq istəyirsiniz. Asanlıqla edə bilməyəcəksiniz, çünki məlumatlar bitişikdir. Məcbur qalıb o yavaş, sistemi yoran, wildcard simvollu like querylərinə müraciət edəcəksiniz və ya deyək ki, rolları hər hansı bir ştata və ya poçt indeksinə görə qruplaşdırmaq istədiniz. Unudun getsin. Bu cür strukturla o praktiki olaraq qeyri-mümkündür. Yaxşı, bəs çıxış yolumuz nədir? Bu dağınıq, qarma-qarışıq table dizaynını təmizləyib mükəmməl bir formaya necə sala bilərik? Və budur həllimiz. Baxın, düzgün dizayn edilmiş table belə görünür. Nəyin dəyişdiyinə fikir verin. Burada hər bir xüsusiyyət, all's last, yəni soyaddan tutmuş, all city, yəni şəhərə qədər, hər şey öz şəxsi kolumnuna yerləşdirilib. Hər şeyin öz yeri var. Bu cür təmiz struktur sayəsində hər hansı bir query yazmaq, axtarış etmək və ya məlumatları qruplaşdırmaq həm anında baş verir, həm də super səmərəli olur. Yekun olaraq ən böyük dərsimiz budur. Düzgün dizayn, istisnasız olaraq hər bir fərdi xüsusiyyəti öz kolumuna təyin etməkdir. Bəs deyə bilərsiniz ki, mənə hesabat üçün müəllifin tam adı və ya bütöv ünvanı lazım olsa nə edəcəm? Narahat olmayın. Sadəcə SQL query-nizdə concatenation işlədərək o mətinləri istədiyiniz kimi yenidən birləşdirə bilərsiniz. Beləliklə, həm primary key və məlumat strukturunuz tərtəmiz qalır, həm də sisteminiz saat kimi işləyir. İndi isə siz deyin, növbəti layihənizdə məlumatlarınızı həqiqətən də atomik saxlaya biləcəksinizmi?